Salam, bugün sizinlə region psixoloqlarının işə qəbul imtahanında dünya görüşündən istifadə olunmuş suallarla tanış olaq. Sual 1. Azərbaycanın üzv olmadığı təşkilat aşağıdakılardan hansıdır? A bəndi BMT Birləşmiş Millətlər Təşkilatı, B bəndi İslam Konfransı Təşkilatı, C bəndi Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, D bəndi Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan, GUAM, Y bəndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Deməli, burada Azərbaycanın üzv olduğu təşkilatlar hansıdır? İlk öncə ona baxaq. İslam Konfransı Təşkilatı ilk üzv olduğumuz təşkilatdır. 1991-ci ilin dekabrı, Birləşmiş Millətlər Təşkilatı 1992-ci ilin mart ayında, ATƏT və yaxud Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 1992-ci il, QİDət Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1993-cü il, Müstəqil Dövlətlər Birliyi 1993-cü il, NATO 1994-cü il, GÜYAM 1997-ci il, Avropa Şurası 2001-ci il, Antiterror Koalisiya da var, o burada yazılmayıb, o da 2001-ci ilin sentyabr ayından. Deməli, bizim burada üzv olmadığımız isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Bunları yadımızda saxlayaq, çünki imtahanlarda istifadə olunan suallardandır. Hətta belə bir sual düşmüşdü. Həm açılışlarını yadımızda saxlayaq, məsələn, BMT və yaxud Birləşmiş Millətlər Təşkilatı şəklində. Sual 2. Uyğunluğu müəyyən edin. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarova. Deməli, A, B, C. A, B, C. Düzgün cavabımız C variantı. Növbəti sual. Azərbaycanın ilk mətbu orqanı aşağıdakılardan hansıdır? İlk mətbu orqanı Əkinçi qəzeti ilk dəfə olaraq 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən təsis edilmişdir və Azərbaycan dilində nəşr olunan ilk milli qəzetdir. 22 iyul tarixində ilk sayı nəşr olunan bu qəzetin yaranma tarixi 1991-ci ildən etibarən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Deməli, düzgün cavabımız Əkinçi qəzeti. Növbəti sual. Hazırda MDB-nin üzv olduğu dövlətlər burada göstərilib. Onlardan biri isə hazırda üzv olmadığı dövlətdir. Üzv olan dövlətlər Azərbaycan, Belarusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistandır. Əlaqəli dövlət Türkmənistandır. Hal-hazırda Gürcüstan üzv olmayan dövlətdir. Düzgün cavabımız Y variantı. Söhbət hazırda, yəni indiki dövrdən gedir. Azərbaycan nə vaxt Ümumdünya Səhiyyə Təşkilatına üzv olmuşdur? Azərbaycan 1992-ci ildə üzv olmuşdur. Bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.